Salam dostlar, hamınıza xoş gəldiniz. Bu gün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 20-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmayı unutmayın. Gəlin başlayaq. 10. Fərqi tapılmasında yol verilən səhvləri müəyyən et. Çıxma əməlini düzgün yerinə yetir. Ancaq düzgünləri deyəcəm. Düzgün necə olmalıdır? 6275 çıxılsın 214. 214 öz yerində yazılmalıdır. Yəni 100-ün altında. 6275 çıxılsın 214 deyəcək 6061. Sonra 56300 çıxılsın 14200 eləyəcək 42100. 243.027 çıxılsın 32.513 eləyəcək 210.514. 620.015 çıxılsın 262.847 eləyəcək 357.768. 757.867 çıxılsın 169.712 eləyəcək 88.155. Keçək tapşırıq 11-ə. Bu xanalara uyğun ədədləri yaz. 53.586 üstəgəl 95.761 eləyəcək 149.314. 335 mindən 3846-nı çıxanda 131.154. 149.317 çıxılsın 131.154 eləyəcək 181.093. 18.193. 18.193. 12. Azərbaycan Respublikasının quru sərhədlərinin uzunluğu 2648 km, su sərhədlərinin uzunluğu isə bundan 1832 km qısadır. Azərbaycan Respublikasının quru və su sərhədlərinin ümumi uzunluğu nə qədərdir? 2648 çıxılsın 1832 eləyəcək 816, 2648 üstəgəl 816 eləyəcək 3464. Cavab 3464. 13. Məlumata əsasən cədvəl tamamla və suallara cavab ver. Şirkətin 2018-ci ildə əldə etdiyi gəlir 120.000 manatdır. 2019-cu ildə əldə olunan gəlir 2018-ci ildən 39.850 manata, 2020-ci ildə əldə olunan gəlirdə isə 27.805 manat çoxdur. Aha. Yazırıq 120.000 çıxılsın 39.850 eləyəcək 80.150. Bu 2019-un gəliridir, illik gəliridir. 80.150 çıxılsın 27.805 eləyəcək 52.345. Bu 2020-nin sonra 120.000 üstəgəl 8.150, 80.150 üstəgəl 52.345 eləyəcək 252.495. 252.459 çıxılsın 238.855 eləyəcək 13.640. Şirkətin ən çox və ən az gəliri hansı illərdə olmuşdur? Ən çox 2018, ən az 2020. Şirkətin 3 il ərzindəki ümumi xərci bunu elədiyində və olarsa bu müddət ərzində şirkət nə qədər qazanc əldə etmişdir. Belə dostlar, bir gün sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdığımı bilirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.